Yani siz Allah'tan bir şey istemişsiniz ve sanki duanız qəbul olmayıb kimi Bəli, gəlir mənə. doğrudur, doğrudur. Düzdür də fikirləşdiyim. Bəli, velosiped istedim. 1 il 2 ay 19 gün 6 saat 22 dakika velosiped istedim. Yox, mən ciddi deyirəm. Siz yəni Niye ciddi olmasın ey hanım? nəysə o yəni sözümü canı nəyə gətirirəm? Yəni Allah var da, yəni insanları niyə belə şey edirsiniz? Size göre Bəs Allah yoxdursa, niyə bu dünya yəni səliqəli şəkildə yaranıb da hər şey öz qaydasında, səliqəli? mesela Bəli, məsələn deyirəm, görürsüz gecə və gündüz əsla bir-birinə qarışmır. Saatı saatında. karışır axı. Alaska'da Şimal Kutbu'nda 6 ay gece 6 ay gündüz ne ter olur bəs? İndi o yəqin ki dünya ilə ilgili bir şeydir də, yəni Günəş sistemi ilə bağlı. Güneş sistemiyle bağlı da biz de onu dedik. Allah'la alakası yoktur. Günəşi də Allah yaradıb axır. Ne vaxt yaradıb? Hı? Siz Kur'an'ı okumuşsunuz hanım. Arada oxuyuram, bəli. Bəqərə surəsi 223-cü ayətə qədər çatmısınız? Yəni arada oradan buradan oxumuşam, amma yəni belə anlayışım var. Yox, bu Bəqərə 223-ə qədər çatsaydınız, orada yazır ki, qadınlar sizin tarlanızdır. Ha, oxumuşam onu, o surəni oxumuşam. Yaxşı surədir, eləmi? Yəni ola bilsin ki, səhv tərcümə etmiş də ola bilər. Çünki deyirlər ki, Azərbaycanda Quranı səhv tərcümə ediblər. Yəni siz deyirsiniz ki, adınız nədir? Nuray. Yəni siz deyirsiniz ki, Nuray xanım doğru düzgün bir mömin ola bilmək üçün ömrünün yarısını əsr etməlidir ərəb külliyatına. Xeyr, mən ərəblərə bir şey demirəm ki, zaten mən türkəm. Sadəcə mən Allaha inanıram. O zaman sizin müsəlman eləmir axı bu. Sizi Allahlı, Allaha inanan, Tanrıya inanan bir vətəndaş eləyir. Xeyr, əziz insan, Quranda belə bir şey yazılmayıb ki, siz ərəblərə sitayiş edin. Elə yazılıb bax ki, tam olaraq bu kitab ərəblərə gəldi deyir. Çünki necə deyim sizə, peyğəmbər orada olub da insanlar, ərəblər çox cahil insan olub da, qızları yanlış basırırlarmış. Yəni Sonra nə etdilər qızlara? 10 yaşında almağa, 6 yaşında almağa başladılar. 4-4 almağa başladılar. Əslində Şefiq bəy, mən buna da bir söz deyə bilərəm. Eramızdan əvvəl başqa cür necə deyim, bu sözü necə quraşdırım bilmirəm. Azərbaycan dilində necə deyilir? O devirlərdə saat fərqi, saat necə deyim, saat deyil. Hə? O devirlərdə başqa olurdu da, insanın yaşı, əsrdir deyirlər, nə deyirlər ona? Azərbaycandan çox yaxşı deyil, izləyirsən. Hə, yaşları fərqli olurdu. Başqa cür görsənirdilər. Görsənmirdilər axı, bunun dəlilləri var. Yəni dövrümüzün qadınlar kimi deyilmiş də 18 yaş 9 Ayşə xanımın məsələn peyğəmbərimizin 9 yaşında deyilən o səhv məlumatdır. 18 Neçə yaşında olur? 18 yaşında uşaq kukla ilə oynayır. Hı? Nuray xanım. Yəni o hədislərin hamısı səhv məlumatdır, Çevik bəy. Siz onları Bəs doğru məlumat hardadır? Quranda Yaxşı oxuyaq Quranı. Talaq surəsi 4-cü ayət deyir ki, yaşa doğmaqla izdən kəsilmiş qadınlarınız barədə şübhə etsəniz, bilin ki, onların və hələ heyz görməyən qızların gözləmə müddəti 3 aydır. Heyz görməyən uşaq neçə yaş olur ay Nuray xanım? Nuray xanım. yəni məncə tərcümə səhvdir. Yəni siz ərəbcə bilən onu tərcümə etsə daha yaxşı olar. Onda ərəblər öz dillərini bilmir də hər halda Nuray xanım, hə? Çünki hamısı bunu qəbul edir. Hə?
Ərəblər öz dillərini bilmirlər. Əbu Bəkir öz dilini bilmirdi. Osman öz dilini bilmirdi. Əli öz dilini bilmirdi. Hamısı bir-birləri ilə eyni yaş kateqoriyasında qızlar alıb veriblər axı. O ona qızını, bu buna qızını hamısı eyni yaşlarda veriblər aşağı yuxarı. Şevik Bey, məncə onların o devirdə 18 və 19 yaşlarında olub da. Mən o cümləni qrup sizə deyə bilmirəm. O devirdə başqa cür imiş yaş fərqi. Değilmiş axı. Bax gəlin mən sizə o dövrdə minlərlə kilometr uzaqda Türkistanda olan törəsini göstərim. Daha bəlkə. O törəni ki. Ərəblər heç bunun yanına belə yaxınlaşa bilməz. Alın sizə Türk törəsi. Oğuz Kağan törəsi. 21'i okuyun bir dənə. Okuyun bir dənə 21'i. Yüksək səslə oxuyun. Bəli, zəhmət olmasa. Kızı isteyen Kaan olsa, bey olsa, yani arka tarafını görə bilmirəm, zəhmət olur. Aha. Kaan da olsa, bey de olsa kız istediğine verilecek. Bu o deməkdir ki, Nuray xanım, Türk törəsinə görə istəyirsiniz xan olun, siz padşah olun. Qız siz istəmirsə, siz onu zorla ala bilməzsiniz. Şimdi bu cür bir haqdan sonra gəlin buna baxaq. Gəlin sizdə, bax sizin inandığınız dinin 50-ci ayətinə baxaq. Görün nədir? Deyir ki, ey Peyğəmbər, şübhəsiz ki, mehirlərini verdiyin zövcələrinin Allahın sənə qənimət olaraq verdiyinin, Allah qənimət olaraq insan verirmiş Peyğəmbərə. Cariyələrini, əmin qızlarını, bibin qızlarını, dayın qızlarını, səninlə birlikdə izzət etmiş xalalarının qızlarını və Peyğəmbərlə evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansısa bir mömin qadını sənə halal etdik. Digər möminlərə deyil, sənə halal etdik. Niyə sırf Peyğəmbərmiş deyə? Alın bu sizə Türk törəsi. Qızı istəyən paşa da olsa, xan da olsa, qız istəmirsə verilməyəcəkdir. Alın sizə İslam törəsi. İslamın adəti. Nətərdir sizin üçün? Şevik Bey, mən demirəm ki, mən ərəbəm, mən də türkəm. Amma sadəcə mən Allah'a sevirəm və o Quranda tərcümələr səhv yazılıb, əziz insan. Nətər olur ki, 1400 ildir bir Quran tərcümə oluna bilmir? Bir də bir məlumat da vermək istəyirəm. Qurani Kərim Əbu Bəkir tərəfindən yəni dəyişdirilib. Kim tərəfindən? Osman olmasın o? Xeyr, Əbu Bəkir. Əbu Bəkirin nə marağındaymış ki, Quran dəyişdirmək? Ha? Əgər Quran dəyişdirilibsə siz nəyin müsəlman olursunuz onda? Saxta müsəlman olmuş olursunuz? Hayır, saxta müsəlman deyil. Sadəcə insanlara İslamı yanlış tanıdırlar yəni. İslam belə Hani deyil. doğru tanıdın. O zaman doğru tanıdın. Mən sizə deyəm də, bax bu günümüzdə yaşadığımız İslam deyil. Anladım. Siz doğru tanıdın da bize izah edin ki doğrusu nədir? Yaxşı, mən sizə doğrusunu deyəcəm. İndi misal, gedirlər o Məkkəyə, fırlanırlar. Onun hamısı bütpərəstlikdir. Allah Quranda deyib ki, məndən başqasına və hədislərə inanmayın. Mən sadəcə sizə bir kitab göndərmişəm. Amma Peyğəmbər niyə həccə gedib fırlanırdı bəs? Mədinədən adam gəlib bütləri yıxıb başına fırlanmamışdı. əslində səhv məlumatdır. Həmin ora başqa, o devirdə başqa necə deyim sizə, bütpərəstlərin O səhvdir, bu doğrusu nədir? Hansı qaynaqlar təsdiqləyir, nə təsdiqləyir? Mən də onu deyirəm də, hədisə inanmıram mən. Hədis deyə bir şey yoxdur. Hədisi demirəm, hadisəni doğruluğunu təsdiqləyən meyar nədir? Hər şey səhvdirsə. Hə, Nuray xanım? Ay Nuray xanım. Çox üzr istəyirəm. Siz mənə deyin görə bu çox arvadlıq səhvçi Peyğəmbər niyə onu 13 dənə arvad almışdı?
Yox, mən aşağıda yazırlar ki, Nuray xanım error verdi, amma mən valla cümlə qura bilmirəm, üzr istəyirəm, amma sizə bilirəm bunların hamısını. Teşekkürler o zaman. Arrivederci.